Salam dostlar, hər kəsə. Gəlin baxaq görək mobil operatorlarda biz hansı funksiyaları ləğv eləməliyik ki, birdən-birə gözə görünmədən balansımızdan pullar yoxa çıxmasın. Kanala abunə olun, fikirlərinizi yazın təbii ki, rəy bölümündə və videoda like qoymağı unutmayın. Gəlin isə baxaq görək nə etməliyik. Baxsel proqramını yükləyirik. Bunun üçün Google Play Marketdə ya yaxud Play Store-da Baxsel yazıb tapırıq və yükləyirik. Yüklədikdən sonra biz nömrəmizi bu proqrama qoşacağıq və artıq başlayacağıq nömrəmizi buradan idarə etməyə və məhz buradan nömrəni idarə edərək də biz lazım olan məsələləri ləğv eləyə bilərik ki, bizdən artıq əksik pullar çıxılmasın. Burada görürsünüz, nömrəmizi daxil edirik. Mən indi öz nömrəmi daxil edəcəm. Tamam düyməsini vururuq. Razılaşırıq şərtlərlə və bizə gələn SMS kodu bura daxil eləyəcəyik. 4 rəqəmli SMS kodu bura daxil edəcəyik. Daxil etdikdən sonra bizdən tətbiq üçün parol istəyir. Təbii ki, mən 4-dən 0 qoyuram. Zaten bu mənə qısa müddətli lazımdır. Və burada deyir hədiyyə falan peşməkan lazım deyil bizə və gəlin belə. Və uşaqlar, burada əsasən məsələlər nədir? Burada bir çox funksiyalar var ki, onlar qoşuq ola bilər və sizdən avtomatik pul çıxa bilər. Onun üçün də gəlirsiniz baxın abunəliklərin bölümünə. Əgər sizdə burada abunəliklər varsa, onları dayandıra bilərsiniz. Dayandırsanız, balansınızdakı paket itməyəcək. Sadəcə olaraq gələn ay artıq yenilənmə baş verməyəcək deməkdir. Məndə hal-hazırda yeni doğma tarif planı var. Hansı ki, tarif planı ən yaxşısı elə budur hal-hazırda. Çünki nömrə açıq qalmaq üçün aylıq 4 manat ödəyirik gedir Baxselin cibinə. Və təbii ki, gəlirsiniz nəyə? Nömrənin idarə edilməsi bölümünə girirsiniz. Məhz burada artıq belə deyək də o sualtı daşlar yerləşir. Hansı ki, Baxsel artıq onları pullu eləyib. Və mən qayıtdım funksiyası əgər sizə qoşuqdursa indidən söndürün. Gələcəyinə Baxsel bunu pullu eləyib. Balansınızdan sizdən xəbərsiz pul çıxa bilər. Ona görə də bu funksiyanı mütləq şəkildə söndürün. Sənə zəng etmişdim funksiyası. Bəli, bu funksiya artıq pulludur. 67 qəpikdir aylıq və mənə bu funksiya lazım deyil. Bir sizə telefonu sönük olanda kimsə sizə zəng edirsə, sizə SMS gəlir ki, sizə falan kəs zəng edir və bu mənə lazım deyil, onu da söndürmüşəm. Və inanıram ki, bir çoxuna da lazım olan funksiyadır, söndürün. Məşğuldur. Bu funksiyanı da indidən söndürsəz, yaxşıdır. Gələcəyinə bir dördün ki, pullu elədilər. Yəni biri sizə zaten məsələn mobil şəbəkə ümumiyyətcə özləri mobil operatorlar heç vaxt xəbərdar eləmirlər. Naxadı bir dənə nəsə pullu eləyib pulu çıxırlar. Lic bəsi odur pul çıxsınlar. Yəni bilirsiniz, söndürülübdür və yaxud digər bu balansın göstərilməsi funksiyaları var ki, onlar əvvəllər pulsuz idi və bir gecənin içində yəni 100.000 abunəçisi var Baxselin və yaxud 200.000 arasından 79 qəpikdən çıxanda görə nə qədər pul eləyir və bilirsiniz ki, bunu elədilər. Və bildirişlər bölümündə təbii ki, bunu da bağlayırsınız. Bağlayın getsin bu funksiyalar, çünki bu funksiyalar açıq olduqda sizin balansınızdan pullar çıxacaq. Ümumiyyətcə, əgər buradan hansısa bir açıq funksiya görürsünüzsə, bağlayın paketsiz internet istifadəsi. Bu funksiyanı da bağlayın ki, balansınızda megabayt bitəndə balansınızda olan pullar artıq axıb getməsin. Bilirsiniz, megabayt bizdə çox bahadır. Ona görə də bu funksiyanı da mütləq şəkildə baxın, ləğv eləyin, get. Bu qədər dostlar, özünüzə müğayət olun, sağ olun.